Hoş gelmişsiniz. Siz gedin cənab Mikail. İstəyirsiniz hesabda kömək eləmək üçün qalım. Xeyr, siz gedin. Buyurun, əyləşin. Bizimle işiniz vardı Cenab-ı Yasakar. Biz dərsdəydik. Xəbər gəldi ki, bizlə işiniz var. Biz də gəldik. Neçə illərdir mən məbəddə sizin tərəqqinizin şahidiyəm. Və sizin vəziyyətinizdən çox nigaranam. Nəsə mühüm bir iş var? Yox, istərdim ki, biz bir-birimizə daha yaxın olaq. Məbəddə çətinliyiniz var? Yox, nə çətinlik? Çünki uzun müddətdir aylıq pulları almaq üçün siz mənim yanıma gəlməmisiniz. Ehtiyacımız yox idi. Necə yəni ehtiyacınız yox idi? Bu ciddi söz deyil, Davud. Biz hamımız ömür sürmək üçün bir gəlirə möhtacıq. Biz ki, bu dünyadan çox şey istəmirik. Dünya malında da gözümüz yoxdur. Allaha sədaqətlə xidmət eləyə bilsək kifayətdir. Bir mənə baxın. Məyər neçə il əvvəllə müqayisədə dəyişməmişəm? Yox. Saçlarım ağarıb, özüm də get-gedə ölümə yaxınlaşıram. Bu ilahi təqdirdir ki, hamı üçün yazılmışdı. Biz hamımız gərək gələcəyi fikirləşək ki, qocalan vaxt dilənçi kimi əlimizi digərlərinə uzatmayaq. Şərəfini qorumaq üçün insanın sərvətə ehtiyacı var. Bəli, heç bir şərəfli insan dilənçiliyi qəbul eləmir. Cənab Yasakar, nə gözəl mövzu haqqında söz açdınız. Cavan ikən öz qocalıq günlərinizi fikirləşsəz yaxşı olmaz? Mən hesablamışam. Bu neçə ayda sən Yahuyakinin 3 və sən Davudun 2 kisə miqdarında sikkəyə ehtiyacı olub. Bu sikkələr də Yahudi olmayanlarla çəkdiyiniz zəhmətin haqqıdır. Götürün. Utanmayın. Amma cənab Zəkəriyyə buyurur ki, bu pullardan cəmaatın kasıblıq və aclıqda yaşadığı şəraitdə istifadə eləmək Allah adamları və məbəd kahinlərinin şəninə yaraşmır, cənab Yasakar. Qardaşlar, məbəd kahinlərinin şəni dinimizin yayılması və Allahın razılığıdır. Görəsən, bizim şəriətimizdə Allahın seçdiyi qövm olan Yəhudi qövmünü hər üsul və vasitə ilə qüdrətə çatdırmaq qadağandır. Bütün yer kürrəsinə hakim olmaq bizim məqsədimiz deyilmi? Mən haqlıyam? Hər bir vasitə ilə Cenab-ı Yasakar, hətta Allah adamlarını satın almaqla, siz yaxşı bilirsiniz ki, insanların canını alıb satmağın heç bir faydası yoxdur. Dinlə alver eləmək olmaz. İnsanların ürəklərini əl almaq lazımdır. Cisimlərini yox. Simanızda cavanlıq həyəcanı dalğalanır. Amma dilinizdən Zəkəriyanın tikanlı sözlərini hiss eləyirəm. Cənab Yasakar, yaşınıza görə sizə ehtiram eləmək mənə vacibdir. Amma mən Cənab Zəkəriyyəyə hörmətsizlik olmasına dözə bilmərəm. Özünüz yaxşı bilirsiniz ki, qüdrət sahiblərindən sədəqə alıb, dinlərinin təbliğindən əl çəkərək sakit oturmaq peyğəmbərlərə yaraşan hərəkət deyil. Mürəxəs olmaq üçün icazə istəyirəm. Gərək güman eləyəydim. Biləydim ki, sizin məntiqi bəhsə dözümünüz yoxdur. Heç mənim sözlərimi eşitməyə belə səbr eləmirsiniz. Ona görə də fikirləşin, sonra isə qərar qəbul eləyin. Məyər bu peyğəmbərlərin dostlarının sünnəti deyil ki, müxaliflərlə bəhsə girsinlər və onları azğınlıqdan uzaqlaşdırsınlar? Bəs siz niyə belə eləmirsiniz? Mən ki bəhsə hazıram. Cənab Yasakar, biz həmişə sizin sözlərinizi eşitməyə hazırıq. Baxır kimlə bəhs eləyirsən? Bəhs və mücadilə bəzən insanı küfür və bidətə sürükləyir. Yahuyakin. Bidət? Hansı bidət? Deyirəm ki,
Tövratı öz qələmlərinizlə yazmısınız. Allahın kəlamını özünüzə sərf eləyən kimi dəyişmisiniz. Qadınları dəyərsiz əşya kimi, kiçik sayıb qullar kimi alıb satdınız. Fitnə fəsadın, zülmün qarşısında sükutu seçdiniz. Amma Peyğəmbərə, onun möcüzəsinə qarşı çıxdınız və onu inkar elədiniz. Məyər bütün bu oğurluq, kasıblıq, adam öldürmə, cinayət, insanların aclıq və səfalət içində yaşaması sizin kimlərin dindən özlərinə sərf elədikləri kimi istifadə eləməyinin nəticəsi deyil? Tezliklə bəşəriyyətin xilaskarı əməllərinizin cavabını verəcək. İlahi, Məsihi bizə tez göndər. Gedək Davud. Qəbul etmədilər? Yox. Əgər bu məbləğin 1/10-ni kahinlərdən birinə təklif eləsəydiniz, ayağınıza düşərdilər. Ləyaqətsizlər. Onları kiçik saymamalıyıq. Bu görüş mənə ağır başa gəldi. Amma Yahuyakin üçün bundan ağır başa gələcək. Axı bu qısa müddətdə qarnın 6 aylıq qadınların qarnı kimi necə çıxa bilər? Mən də təəccüb eləyirəm. Amma cənab Zəkəriyyə deyir ki, bu da Allahın möcüzələrindəndir. Uzun müddət idi ki, sizin yanınıza gəlmirdik. Yaxşı qonşu olmamışıq. Bizi bağışlayın. Bu külçələri qızım pişirib. Xahiş edirəm, bizdən qəbul eləyin. Bunlar məbəd üçün hazırladığımız nəzirlər idi. Hamınızdan çox razıyam, amma bilmirəm cənab Zəkəriyyə bu hədiyyələri qəbul eləyəcək ya yox. Siz ki, onu yaxşı tanıyırsınız. İsrar eləyin, bəlkə qəbul elədi. Bizim bir yerə toplaşmağımız mənim üçün ən yaxşı hədiyyədir. Bu iltifatınızın qarşısında söz də tapa bilmirəm. Bu nə sözdür? Cənab Zəkəriyyə Allahın peyğəmbəridir. Bu ilahi möcüzənin bizim yanımızda baş verməsi hamımız üçün iftixardır. Nə oldu? Elizabet, nə oldu? Tərpəndi. Tərpəndi. Uşaq bətnimdə hərəkət eləyir. Elə bil kiminsə gəlişini hiss elədi. Kimdi? Məryəm! Xalacan, Məryəm! Məryəm, qızım! Məryəm, axır ki gəldin. İnana bilmirəm. İlahi, inana bilmirəm. Bilirsən nə qədər səni gözləmişəm, nə qədər səni arzulamışam. xalacan. Mənim mələk üzlü qızım. Məryəm. Necə də böyük qız olmusan. Qoy bir sənə tamaşa eləyim. Necə də nurani olmusan. Xalacan, sizdən anamın ətri gəlir. Mənim əzizim. Məryəm. Bu Məryəmdir. Məryəmdir? Sənin məbəddən çıxan vaxtın yaxınlaşıb qızım. Amma biz bilirik ki, Demək, sən Məryəm məbədsiz budur. yaşaya bilməzsən. Yəhya? Bəli, sən yanımda olanda onun varlığını daha çox hiss eləyirəm. Mənim balaca Yəhyamın. Bizə bərəkət ver Müqəddəs Məryəm. Məryəm. Gəlişinə bizi xoşbəxt elədin. Müqəddəs Məryəm bizim Uzun üçün də dua illərdir elə. ki, biz səni gözləyirik. Salam olsun Səni sizə. görmək istəyirik. Sən Ey ağımız Məryəm, sənsən, ey məbədin bizim üçün müqəddəs Allahdan xanımı. bağışlanmağımızı Ey istə. Məryəm, bizim üçün Xahiş dua elə. edirəm. Müqəddəs Məryəm. Çoxlu hacətlərimiz var. 16 yaşlı Bizim üçün qızın dua elə. qarşısında diz çöküblər. Ey müqəddəs Məryəm, ümidimiz bircə sənsən. Ey müqəddəs Məryəm, çoxlu hacətlərimiz var. Bizim Sənə üçün bir dua sualım elə. var. Ey Məryəm, mən də sənin kimi öz həyatımı
Allaha, məbədə həsr eləyə bilərəm? Həyat Allahın nemətidir. Ona görə də gərək hər zaman Allaha şükr edəsən. Mənimsə taleyimi Allah belə müəyyən eləyib. Allah and olsun ki, bu möcüzə mənim ağlıma Bir batmır. neçə müddət bundan əvvəl siz Zəkəriyanın Yəni doğrudan peyğəmbərliyə Zəkəriyanın şübhə ilə övladı yanaşırdınız. olacaq? Hamısı Yəqin yalandı. indi başa düşdünüz ki, Onun bu yaşında imanınızın qocanın zəifliyini övladının irəli olması gəlirdi. mümkün deyil. Amma uca Allah sonsuz rəhim sahibidir. O Deyəsən mən Zəkəriya birazdan və dəli yoldaşına olacağam. bu qoca vaxtında Dəli elə bir övlad Zəkəriyanın nəsil özüdür. Qəlblərinizdə heç bir şübhəyə yer qalmasın. Gəlin Zəkəriya peyğəmbərimizin nəsihətlərini canla başla qəbul edək ki, uca Rəbbimizin qarşısında başı uca olaq. Cənab Yerbama və cənab Natana salam olsun. Bizim yanımıza xoş gəlmisiniz. Ey Zəkəriyanın qohumları, siz hələ də onunla düşmənçilikdən əl çəkmirsiniz? Bizim Zəkəriyyə ilə ədavətimiz yoxdur. Qadınlara tapşırmışam Elizabetin görüşünə getsinlər, ona baş çəksinlər, onu tək qoymasınlar. Natan, yadındadır? Yadındadır Zəkəriya peyğəmbəri Süleyman məbədinin kahinləri arasında necə alçatdın? Yadındadır? İndi nə deyirsən? Gördün ki, onun haqq olması sübut olundu? Allah Zəkəriya peyğəmbərə övlad verməklə onu elə uca məqama qaldırdı ki, o Yəhudi dininin tarixində həmişəlik qalsın. Zəkəriyyə qədər heç kəs Qüdsül Əqsada olmayıb və onun eşitdiyi səsi başqa kimsə eşitməyib. Ümumiyyətlə, hardan bilək ki, 3 gün sükut onun şeytani nəfsinin təsirindən deyil. Ümumiyyətlə hardan bildi ki? Bu səs Allah tərəfindəndir. Necə oldu ki, birdən-birə dili tutuldu? Cənab Natan, ey cənab Zəkəriyanın köhnə şagirdi, məyər bilmirsən ki, Allahdan başqa heç kim onun peyğəmbərini təsir altına sala bilməz? Bilirsiniz ki, şeytan peyğəmbərləri idarə edə bilməz. Yoxsa onlar Allahın peyğəmbəri olmazdılar. Yalnız böyük Yəhva peyğəmbərin dilini bağlamaq qüdrətinə malikdir. Mən nə deyim? Bilmirəm. Peyğəmbər, siz kahinlərə nə olub? Zəkəriyyə utanmaz, yalançıdır. Mən bu ikiyüzlü, riyakar qocanın sözlərinə inanmıram, heç vaxt inanmayacağım. Yehoyakin sən neynirsən? Səbirli ol, lazım deyil. Kimə cəsarət Onu vurmaq edirsən lazım bilə? deyil. Sakit ol. onu bağışlamayacaq. Bəsdir, səbirli ol. Özünə əl al, nə olub sənə? Yalancı sənsən. Ya, Əgər ya, bir də belə sözləri dilinə gətirsən, dilini boğazından qopararam. Yehoyakin bəsdir. Səbirli ol. Peyğəmbər haqqında belə danışmağa heç kimə icazə vermərəm. səbirli Nə ol. sənə, nə də başqalarına. Yaxşı qulaq as, Yehoyakin. Bu işinə görə canınla cavab verəcəksən. Canınla. Nə qədər ki mən sağam, icazə verməyəcəm ki, Zəkəriyyə peyğəmbərin əleyhinə bir söz deyilsin. Bu əl və qol onu təhqir eləyənin, ona zərər yetirənin, ona itaət eləməyənin, Yehoyakin, sözünə belə hörmət danışma. eləməyən kəsin əleyhinə olacaq. Sakit ol. Gəl gedək, sakit ol. Lazım deyil. Sakit ol, özünə əl al. Ey Allah'ım. Pərverdiyara, kimin səhv, kimin düz olduğunu bilmirəm. Cənnətlə cəhənnəmin arasında qalmışam. İlahi, mənə kömək ol.
Salam ata. Salam oğlum Antipod. Mənim padişahlıq taxtacımın varisi. Səni niyə qandal və zəncirdə görürəm? Yəqin məni sizə sui-qəsd eləmək istədiyimə görə tutublar. Amma bütün bunlar yalandı. Sən günahsız və paksan. Atanı da çox sevirsən. Yox. Artıq sənə qarşı ürəyimdə məhəbbət yoxdur. Yerusəlimdə hamı möcüzə haqqında danışır. İstərdim bu vəziyyətdən istifadə eləyib, sənin əleyhinə qiyam qaldırım və özüm səltənəti ələ keçirdim. Yeganə səhvim bu idi ki, sənin bəzi yaxınlarına etibar elədim. Və indi gördüyün kimi, beləcə qandal və zəncirdəyəm. Birinci dəfədir görürəm ki, xain hər şeyi aşkarcasına etiraf eləyir. Burada xəyanət yoxdur. Məyər öz yaxınlarını öldürüb, hakimiyyəti ələ keçirmək, səltənətə sahib olmaq padişahların adəti deyil? Məyər sən özün o kürsüdə oturmaq üçün Antigonusu öldürmədin? Sevimli arvadını kiçicik şübhəyə görə rəhimsizcəsinə öldürmədin? Bacının üstünə cəllad göndərmədin? Əsilzadələrin çoxunu çarmıxa çəkmədin? Beləcə, mən də sənin yolunu gedib, öz taleyimi sınadım. Əgər Yəhva məndən olsaydı, indi mən səni mühakimə eləyərdim. Və bu adamlar mənə qulaq asardılar. Məni bağışlayın. Yadıma salanda ki, bu əllərimlə səltənət taxtına toxuna bilərdim, özümü saxlaya bilmirəm. Sakit ol, yoxsa göstəriş verərəm ki, elə buradaca. Məni həyatdan məhrum eləsinlər. Sənə yalvarıram ata. Mənim işimi uzatma. Məni tez öldür ki, bu zəlillikdən xilas olum. Görəsən övlad öldürmək rahatdır ya atanın qətli? Bu bir müəmmadır ki, mən heç vaxt onun cavabını tapmayacağam. Hardasan, mənim vəfalı yoldaşım, Miriyam, atam, qohumlar və böyüklər, niyə mənə kömək eləmirlər? Niyə kimsə yaxınlarımın əlindən çəkdiyim bu bədbəxtliklərdə mənim dərdimə şərik olmur? O dülgər qocanın simasını qətiyyən unuda bilmirəm. Bizim hamımıza nəsiyyət eləyirdi. Əgər ona inansaydıq və ya sözlərinə qulaq assaydıq, bu baş verənlər mənim çiynimə ağırlıq eləməzdi. Zəkəriyyə peyğəmbər gəldi. Cənab Zəkəriyyə, ey Allahın peyğəmbəri. İnsanlar bura toplaşıblar ki, onlar üçün moizə eləyəsən. Hamımız olanlara görə peşmanıq. Bizə başçılıq elə. Ey Allahın peyğəmbəri, bu böyük möcüzə gözlərimizi açdı. Bizi yanından qovma. Bizim üçün moizə elə. Xahiş edirik səndən. Biz Peşmanıq. Biz əməlimizdən Çox peşmanıq. peşmanıq. Moizə elə bizə. Ey Allahın Xahiş peyğəmbəri. edirik, moizə elə. Salam olsun sizə əzizlər. Salam olsun sizə qonşular. Təəccüb eləyirəm o şəxsə ki, bir şey itirdikdə onu axtarmağa başlayır, amma özünü itirdiyi halda onu axtarmaq istəmir.
Davuda, ey Davud evi təmizlə ki, Allah ora gələcəkdir deyə vəhy gəldikdə, Davud sənin əzəmət və cəlalına layiq ola bilən o ev hansıdır deyə soruşdu. İlahi buyurdu, o mömin bəndənin ürəyidir. Soruşdu, necə pak edim? Buyurdu, ona od vur ki, bizə aid olmayan hər şeyi yandırsın. Bundan sonra, əgər bizi axtaran olduğunu görsən, əmin yeri göstər ki, bizim qüdsümüz oradır. Möcüzə deyil. Bizim hamımızın sonsuz bildiyimiz qadın yaşlı bir kişidən hamilə olmuşdu. Bütün Cəlilə cəmaatı bizə gülür. Yaxın qohumumuz Zəkəriyyəyə göstərdiyimiz münasibətə görə bizi ələ salırlar. Sakar, niyə heç də demirsiniz? Görürsüz avam cəmaatı necə bizim əleyhimizə qızışdırırlar? Möcüzə baş verməsi bəhanəsi ilə hətta evlərimizdəki qadınlarımızı da bizə qarşı qaldırırlar. Səbr elə evə gedək, onda mən bilərəm nə eləyəcəyəm. Sənə elə bir möcüzə göstərəcəyim ki... Ester, Elizabet neçə ayda hamilədir? Hardasa 5-6 aylıq görünür. Qəribədir. Onların möcüzə iddiasından 2 aydan çox vaxt keçməyib. Kaş Allah məni öldürüb tərəddüd içinə salmazdı. Zəkərya deyir, Allah bizim hamımızı imtihana çəkir. Cəmaət isə deyir ki, biz məbəd kahinləri onun imtihanından üzüqara çıxmışıq. İndiyə kimi Zəkəryanın, İmranın peyğəmbərliyini, Məsih yerinə Məryəmin doğumu haqqında olan iddialarını təkzib eləmişik. Bəlkə hər şeyi görən Allah bu möcüzə ilə bizi cəzalandırmaq istəyir. Elə bir möcüzə ki, Zəkəryanın peyğəmbər olduğunu sübut eləyir. Belə olan halda biz peyğəmbərə və onun göstərişlərinə əməl eləməliyik. Deyin ki, o Allahın peyğəmbəri deyil. Deyin ki, o dəli və pərişan qocadır. Mənə deyin ki, bu böyük bir yalan və iftiradır. Əgər o Allahın peyğəmbəridirsə, onda vay mənim halıma. Cəhənnəm ateşində yanan birinci mən olacağım. Sakit! Bəsdin atan! Yum ağzını! Allaha and olsun, əgər susmasan, öz əllərimlə səni susmağa məcbur eləyəcəm. Dedim axı cənab Yasakar, sizin sükutunuz başqalarının sapınmasına səbəb olacaq. Əgər bu bədbəxtləri başlı başına bıraxsaz, hər gün 1000 dəfə rənglərini dəyişərlər və hər gün imandan küfrə tərəf yol gedərlər. Bunların hamısı ona görədir ki, elə bilirsiniz, Allah hər an bir möcüzə yaradır. Heyhat! Kim öz gözü ilə görmüşdü ki, Musa və Süleymanın zamanından Allah tərəfindən bir möcüzə yeryüzünə nazil olsun? Allah qövmləri arasında üstün qövm olan Yahudi xalqını seçmişdir ki, dünyanı düzəltsin və bəşəriyyəti tərbiyələndirsin. Elə isə Yahudi xalqının bütün din və qövmlər üzərində hakimiyyəti həyata keçməlidir ki, xilqətin məqsədi məna tapsın. Ona görə də Allahın başqa möcüzələrə ehtiyacı yoxdur. Sizin sual doğuran sözləriniz məni dəli eləyir. Şübhə ateşimi söndürün, cənab Yasakar. Bu ateş məni yandırır. Mənim cismim, ruhum peşmanlıq və azğınlıqdan yanıb kül olur. Gəlin bir neçə anlıq özünüzü Zəkəryanın yerinə qoyun. Özünü peyğəmbərlik məqamına çatdırmaq istəyən bir qocanın yerinə. İllər uzunu o çoxlu planlar cızır. Amma iş bir yerə çatmır.
O vaxta qədər ki, təsadüfən arvadı qocalıqda hamilə olur. Sonra onun yadına İbrahim və Sara macərası düşür. Onların da uşağı olmurdu və Allah onlara İsaqı əta eləmişdi. Bizim Zəkeriyamız yoldaşının hamiləliyini neçə aydır ki gizlədir. Qüds mərasimində bayra çıxır, sükut eləyir, işarə ilə hamını başa salır ki, güya o fövqəl təbii bir səs eşidib. Hamı da deyir ki, görürsüz, Allah onun dilini bağlayıb. Elizabetin qarnı isə get-gedə böyüyərək nəzərə çarpır və onların ilahi şöhrəti artıq dillər əzbəri olur. Beləliklə, bizim məqampərəst və məkirli qocamız Zəkəriyya arvadının hamiləliyi səbəbindən peyğəmbərlik dərəcəsinə yüksəlir. Deməli belə olub. Gördünüz ki, deyirdim işlərində bir kələk var. Allaha şükür olsun ki, onların yalanının üstü açıldı. Aman Allahım. Siz hər dəfə danışanda qara şübhə buludları kənara çəkilir. Onları rüsvay elədiniz, cənab Yasakar. Rüsvay. Möcüzə, hə? Axı mən nə biləydim? Günah xəbəri yayan cəmaatdadır. Avam cəmaatdan eşitdiyin hər boş sözü heç vaxt belə cəsarət və kobudluqla ərinin və cənab Yasakarın yanında danışma. Məni bağışlayın, cənab Yasakar. Mən avam və axmaq bir qadınam. Sadəlik və sədaqətinizdən istifadə eləyib sizi bizim canımıza salırlar. Məni təəccübləndirən isə ağıllı arvadımın qardaşı cənab Natanın belə sürətlə azğınların paltarını geyinməsidir. Səhv elədim, cənab. Səhv elədim. Bu nadan və dar düşüncəli insanı Allah xatirinə bağışlayın. Çünki mən tez allanıram. Baş verənləri təhlil eləyə bilmirəm. Siz bu dəfə də məni xilas elədiniz. Bundan sonra ruhum və cismim sizin ixtiyarınızdadır. Hər nə istəsəz eləyərəm. Hətta Zəkəriyya kimi yalancını öldürmək, məhv eləmək lazım olsa belə. Get Allahın dərgahında tövbə elə Natan. Sən gərək insanları bu böyük yalandan xəbərdar eləyəsən. Salam Yusuf. Salam Yusuf. Necəsən? Buradadır. Hə, buradadır. Yaxşı. Sağ ol. Salam olsun cənab Zəkəriyyəyə. Salam. Salam olsun əzizlərimə. Ey pak Zəkəriyya, ey Allahın peyğəmbəri. Mühüm bir iş üçün sizin yanınıza gəlmişik. İstəyirik bizi azğınlıqdan xilas eləyəsiniz. Öyüd nəsihətinizə möhtacıq. Sizə bir neçə sualımız var. Buyurun. Çətin bir zamandır. Məbəd kahinlərinin arasında çoxlu fikir ayrılığı var. Möminlərin çoxu çaşqınlıq içindədir. Allahın düşmənləri hamını pul və zor vasitəsilə sizin əleyhinizə yönətmək istəyirlər. Biz gəlmişik ki, dinimizə və sizə olan sədaqətimizi bir daha izhar eləyək. Əgər məsləhət görsəz, bunu onlara da sübut eləyək. Dedikləriniz Allah Taala'nın bəyəndiyi dinin özüdür. Ondan möhkəm yapışın. Ey Allahın peyğəmbəri, biz həmişə yanınızda olub sizə dayaq olacağıq. Gözlənilməz hadisələr baş verəcək. Onlarla qarşılaşmaq üçün hazır olun. Onda bizim üçün dua eləyin. Allah sizi dünya və axirətdə sarsıtmasın.
Gedirsən? Gəl biraz oturaq. Xalacan, anam haqqında danış. Anan haqqında. Cənab Zəkəriyya səni məbədə apardığı gündən Hənna həmişə bir güşədə oturub gözünü qapıya zilləyirdi. Güc bəlayla onu həyətə çıxarıb küçələrdə alış-veriş bəhanəsi ilə dolandırırdım. Elə bil heç kimi görmürdü. Heç kəs dünyada onun üçün yox idi. Hərdən məndən söhbət eləyirdi. Bəzən gülümsədiyi vaxt gözlərində sənin əzablı həsrətin görünürdü. Soruşdum ki, niyə onu görməyə getmirsən? Get, həyatından çox sevdiyin doğma övladını gör. O da mənə cavab verdi ki, axı necə gedim? Məryəmin bütün varlığını Allaha nəzr elədim. Belə halda onu özüm üçün necə istəyə bilərəm? Onu razı saldım. O da gizlincə səni görmək üçün məbədə getdi. Bu onun son görüşü oldu. Götür. Bu boyunbağını anam mənə vermişdi ki, böyüyəndə sənə çatdırım. Ananın yeganə yadigarıdır. Sən onu görmüsən? Müqəddəs Məryəmi görmüsən? İmranın Bir qızını dəfə deyirəm. məbədə gəlib onu gördüm. Salam olsun müqəddəs Məryəmə. Salam olsun böyük Məryəmə. Salam. Salam. Salam Salam qızım. olsun sizə. Salam Məryəm. Ey Məryəm, bizimlə bir yerdə dua eləyərsən. Dua elə bizim üçün. İlahi, bizə rəhm elə. Sən özün bizi hifz elə. İlahi, bura yığışanların hamısını bağışla. Onlara öz bərəkətindən əta elə. Allah sizi qorusun. Xalacan, xudahafiz. Mənim də adım Məryəmdir. Mənim də anam yoxdur. Atam da ölüb. Al, götür. Bu boyunbağı mənə ən əziz adamımdan yadigardır. Böyük Allah biz yetimlərin hamısını qoruyur. Qəm yemə. Çox sağ ol. Sağ ol qızım, Allah sağ ol. səni qorusun. Gəlişinlə bizi şad Bizi elədin. unutma qızım. Allah özü Biz səni yad qorusun. Salam Məryəm. Mən sizin nəsihətinizə qulaq asdım. İndi cənab Zəkəriyanın şagirdiyəm. Buna inanmaq çətindir. O da bu məhəllədə böyüyüb. Yadınızdadır 6 yaşı olanda necə idi? Elə o vaxtdan bilinirdi ki, o bir Məryəmin müqəddəsdir. məqamı Hə, hamımızdan düzdür. üstündür. Əlbəttə. Narahat olma, heç nə yadımdan çıxmadı. Salam qızım. Salam. Yahva səni qorusun. Tələsmə ay qız, məni də gözlə. Yaxşı, yaxşı.
Bu gözəl nemətə görə Allaha şükür olsun. Bilirdim ki, bu yolla geri qayıdacaq. Birazdan burada olacaq. Serafina, əzizim, gəl bu işdən vaz keçək. Serafina, sən özün də əmin deyilsən ki, o bunu bacaracaq. Xahiş eləyirəm Beriklis. Sən mənə söz verdin. Qızımızın xatirinə. Yaxşı. Bir dəqiqə qızım, səninlə işim var. Sən Məryəmsən? İmranın qızı Məryəm, səndən söhbət eləmək istəyirdim. Mən bu ölkədə yerləşən Roma legionlarının komandanı Beriklisəm. Yəqin ki, mənim adımı eşitmisən. O da mənim arvadım Serafinadır. Bizim bura gəlməkdə məqsədimiz budur ki, gözdən uzaq bir yerdə səni görək və səndən bir xahiş eləyək. Əgər qızımıza şəfa versən, mən sənə 10 kisə qızıl verərəm. 10 kisə Roma qızılı. Hamısını sənə verərəm. 10 kisə qızıl, başa düşürsən? Beriklis, rica edirəm özünü ələ al. Bu nə danışıq tərzidir? Bu nə gözəl qızdır. Qızdırması var. Qızım dünyaya gələndən xəstədir. Romanın həkimləri əlac tapa bilmədilər. İndi də bura gəlmişik. Qohumlardan, dostlardan uzağıq. Ümidimi yalnız ona bağlamışam. Onun xəstəliyi günü-gündən daha da şiddətlənir, ağırlaşır. Mən necə deyim? Əgər o dünyadan getsə, mən də daha bu dünyaya tab gətirmərəm. Ey Məryəm, İmranın qızı, ona şəfa ver. Serafina sənin haqqında eşitmişdi və bu görüşə israr elədi. Bizim səndən başqa heç kimə və heç yerə ümidimiz yoxdur, Məryəm. Bizə kömək eləyərsən. Əlimdən bir iş gəlmir. Təəssüf eləyirəm. Mən demişdim Serafina. Bunlar bizi natəmiz, bütpərəst bilirlər. Özlərini seçilmiş xalq hesab edirlər. Digər insanlarsa onların gözündə dəyərsizdirlər. Onlar başqa millətlərin dərdlərinə heç etinad eləmirlər. Hətta dünyanın yarısına hökm eləyən Romalıları da özlərindən aşağı sayırlar. Yersiz xahiş idi. Xahiş eləyirəm Beriklis. Bir iş gör, yalvarıram. Qulaq as qızım. Əgər qızımın sağlamlığını qaytarsan, sənə dediyimdən də çox pul verərəm. Nəyim varsa sənə verərəm. Bircə dəfə bizə rəhm elə. Bircə dəfə Yahudi olmayanlara kömək elə. İnanın, mənim əlimdən heç bir iş gəlmir. Hər şey bütün bəşəriyyətin yaradıcısı olan, böyük və uca yaradanın iradəsinə bağlıdır. Bizim hamımızın şəfası onun əlindədir. Mən onun üçün yalnız dua eləyə bilərəm. Dua elə. Dua elə nə olar?
Bizim hamımızın şəfası onun əlindədir. Sən ucasan, sən eşidənsən. Yarım, ey bizi yoxdan var edən, öz sonsuz rəhmətinə xatir bu körpəyə şəfa ver. Allah sizin himayədarınız olub, övladınıza şəfa inayət eləsin. Yoldaşına və övladına olan məhəbbətin sənə nicat verəcək.